Bu cürə suallarla rastlaşanda deyirlər ki, Allah haqqında xoş səndə olmağı davam elə. Və bil ki, düşdüyün bu bəlanın sonu var. Və bil ki, çətinlikdən sonra asanlıqdır. Bil ki, uçurumdan sonra zəfər və qələbədir. Bil ki, Allah üçün çətin heç bir şey yoxdur. Bil ki, Allah hər şeyə qadirdir. Sən Allah haqqında xoş səndə olmağa sabit qədəm qal və davam elə. Bil ki, Allah səni qurtaracaq. Və bil ki, bu havasa qurtaracaq və bunu qurtaran Allah olacaq səni. Ondan sonra sabit olacaqsan və bunlar bir dənə istiğfarla silinəcək. Bir dənə istiğfarla. Allahümme inni zalemtu nefsi fəğfirli fəğafərələ. Baxma ki, həyatının 80% ancaq günah olub. Taatlərlə qarışıq. Sonra bu həyatın az bir miqdarı qalıb. Həmin an qurtuluş gəlib, zəfər gəlib. Və Allah səni sabit qədəm edib. Bu sabit qədəm ərəfəsində bir dənə istiğfarla hamısı silinir. Bir dənə ümumi tövbə ilə, məxsus tövbə ilə hamısı silinir. Ondan sonra tərtəmiz səhifəyə davam edir. Ona görə heç o demək ki, yox, mən həlak oldum, yox, mənlikdir, yox. Qətiyyən, şeytanın ən böyük qələbəsi sənin üzərində, sənin ümidsizliyin. Allah Teala ümidsizliyə düşənləri zəllat əhli adlandırıb. Allah Teala ümidsizliyə düşənləri kafir adlandırıb. Allah Teala ümidsizliyə düşənləri həm kafir, həm zəllat əhli bir dənə adlandırıb. İnnehu la ya'su min ravhillah illa al-qawmul kafirun və la yaqnatu min rahmetillah illa al-dallun. Yəni qətiyyən və bu xuzlandır. Yəni ümidsizliyə düşmək xuzlandır. Allah Subhanahu Teala bu hədislər bax necə möhtəşəm hədislər var bizdə. Subhanahu deyir ki, Allah Teala bir qulu sevərsə, onun üçün yaxşılıq, yəni xeyir istəyərsə, istəmələ onu kullandırar, işlədər onu. Dedilər, keyf istəmələ ya Resulallah, onu necə işlədər? Ki verin hədisin əvvəlinə, Allah Teala bir qulu sevərsə, onun üçün xeyir istəyərsə, istəmələ onu işlədər. Dedilər, necə işlədər ya Resulallah? Deyir, misal çəkirdi, bu qol həyatı günah və uçuruma doğru gedir. Əcəlinə az qalmış, Allah Teala onu islah edir. Tam sabit qədəm edir. Tövbəyə müvəffəq edir. Bütün əməllər salih olursa onun üzərində öldürür. Bax, bu şəkildə işlədər onu. Allah Teala özü onu kömək eləyər. Qətiyyən Allah'tan ümidini kəsmə. Qətiyyən demək ki, yox, yox. Yox, yaddan çıxartma ki, tarixin ən dahi abidləri, zahidləri həyatı uçurumdan başlayanlar olub. Məlik ibn Dinar, Fudayl ibn İyad, İbrahim ibn Ədhəm, nə çoxdur onlar. Abla ibn Mübarək, tarixin ən dahi zahid abidləri, Allah dostları, həyatı uçurumdan sonra da islah olanlar olub. Demək ki, Allah qadirdir. Allah üçün çox asandır. Hətta Fudayl haqqında gəlib ki, Fudaylin Ali adında bir övlad olur. Ona əziyyət verir. Çox fasik, çox günahkar uşaq olur. Əziyyət verir. Atası abid, zahid, uşaq yaramaz. Fudayl Allah'a dua edir. Ya Rab, Ya Rab, övladımı islah elə ya Rab. Allah duasını icabət edir. Övladı elə islah olunur ki, hətta ibadətdə onu ötür. Fudaylı. Zuhda, təqvada, salih əməllər, hər şeydə onu ötür. Hətta yarışırlar. Görürsən də hansı əfsəldə oğlu yox sözü. Hətta rivayətlərə görə oğlu namazın içində ölür. Xuşunun yüksək dərəcəsindən. Demək ki, Allah üçün çətin işin yoxdur da. Allah üçün asandır. Çətindir sənə, onun üçün yox. Çətindir, sənin üçün çətindir, onun üçün yox. Sənin gücün çatmır, onun yox, onun çatır. Onun gücü məhdudsuzdur. Lə müntəhə li qudrətihi subhanahu teala. Çox çətindir, mən bacara bilmərəm. Bəli, sən bacara bilməyəcəksən. Amma o, qərar vaxtı çatanda hər şey qutaracaq, asanlaşacaq. Allah haqqında xoşlandı olmaq nə deməkdir? Əslində bu böyük cavabdır alimlər tərəfindən.
Bu deməkdir Allah Taala'nı tanımağın. Pis səndə olmaq nə deməkdir? Sən Allahı tanımırsan. Həqiqi mənada. Nə isimləri ilə, nə sifətləri ilə, nə də ki onu tanımırsan. Sən Allah, yəni səndən tələb olan haqqı ilə tanısaydın, bilərdin ki, sən qurtuluş əhlindən olacaqsan. İnşallah bu hamısı yaxşı qurtaracaq.